çarələr faydalıdırmı? Belə ki, türkə çarələr deyə istifadə etdiyimiz bəzi üsullar var ki, nəinki faydalıdır, hətta zərərlidir. Məsələn, uşaqlara qoyulan bankalar. Bunlar çox təhlükəlidir və bu cürə prosedurlar uşaqlara olunmamalıdır. Və həmçinin bəzi türkə çarə üsulu müalicə yöntəmləri var ki, misal üçün qurdun müalicəsində istifadə olunan bəzi imalələr və bəzi dəmləmələrlə olunan imalələr, hansı ki bunların heç bir müalicəvi effekti yoxdur. Amma bəzi bitkilər vardır ki, onların həqiqətən, məsələn, soyuq dəymə zamanı faydası olduğunu klinik olaraq görürük. Elə bitkilərdən deyək ki, çoban yastığı, ada çayı, palıd qabığı ilə qarqara edilməsi və s. Məsələn, təmiz bal 1 yaşdan yuxarı uşaqlar üçün öskürəyə çox faydalıdır. Sonra vitamin C ilə zəngin olan bəzi meyvə suları uşağın, məsələn, qrip zamanı önləyici bol vitamin C ilə zəngin olan meyvə sularının verilməsi uşağın immunitetini artıraraq qripin qarşısını ala bilər. Kimi üsulların heç bir zərəri yoxdur, amma effekti ola da bilir, olmaya da bilir. Odur ki, türkə çarələr zərərlidir deyə bilmərik. Onların bəziləri uşaqlar üçün zərərli ola bilər, bəziləri də faydalı ola bilər. Odur ki, türkə çarə dediyimiz çox da günahsız kimi gözümüzə görünən bəzi üsullar var ki, məsələn, elə bitkilər var, onlar qaraciyər çatmamazlığına belə səbəb ola bilər. Diqqətli olmaq və hər bir türkə çarə metodunun istifadə etməzdən öncə mütləq həkimə danışmaq lazım. Həkim məsləhət bildiyi üsulu sizə tövsiyə edəcəkdir. Məsləhət bilmədiyi üsulu isə təbii ki, sizə uşaq üçün istifadə etmənizi tövsiyə etməyəcəkdir. Bu mövzuda da həkimizə güvənməyinizi tövsiyə edirik. Məsələn, göz öskürəyi müalicəsində eşək südünün faydaları klinik olaraq uşağın öskürəyini rahatladır. Amma bunun tibbi olaraq bir sübuta yetirilmiş hər hansı bir sübutu yoxdur. İstifadə oluna bilərmi? 1 yaşından sonra, bəzən məcbur qalanda 1 yaşına erkən süd allergiyası olmayan uşaqlara da verilə bilər. Amma yenə də təsirini yaxından izləmək, təqib etmək, uşaqda hər hansı bir narahatlığın olub olmadığını dəqiqləşdirməklə ehtiyatla istifadə edə bilərsiniz. Yəni, türkə çarə deyə çox da gözünüzə günahsız görünən metodların uşaqlarda zərəri də ola biləcəyini unutmamalı. Hər bir türkə çarə metodunu uşağa tətbiq etməzdən öncə mütləq həkiminizə danışmalısınız. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.